Salam, hər vaxtınız xeyir olsun. Bugün bol kremli, almalı, çox dadlı, yumuşaq sinabon bulkasının hazırlanmasını bölüşürəm. Xəmir üçün qaba 400 ml iloq süd, 1 paket maya əlavə edib qarışdırıb mayanı həll edirəm. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 2 ədəd yumurta, yarım çay qaşığı duz, 70 qram əridilmiş kərə yağı əlavə edirəm. 6 stəkan un əlavə edib yumuşaq xəmir hazırlayıram. Bu ölçülərə 6 stəkan un getdi. Undan una fərqlilik göstərdiyinə görə biraz sizdə artıq apara bilər. Xəmiri masanın üzərində bir gözəl yoğururam. Üzərini örtüb qoyuram mayalansın. Keçirəm krem hazırlamağa. 3 xörək qaşığı qarğıdal nişastası, yarım stəkan şəkər tozu, 800 ml südü əlavə edib qaba qarışdırıram həll olana qədər. Ocağın üzərində qatlana qədər bişirirəm. Krem artıq hazırdır. Bu cür duru bir krem hazırlayıram. Kremi başqa bir qaba əlavə edib üzərinə örtüb qoyuram soysun. Qovrulmuş alma hazırlayıram. Tavaya kərə yağı, 3 ədəd kub doğranılmış alma, 3 xörək qaşığı şəkər tozu əlavə edib almanın suyu çəkilənə qədər qovururam. Alma da hazırdır. Qoyuram soysun. 100 qram yağın üzərinə 1 stəkan şəkər tozu, 1 çay qaşığı darçın əlavə edib qarışdırıram. Bu qarışımı xəmirə çəkəcəm. Bulkanı bişirəcəyim soba listinə yağlı kağız yerləşdirirəm. Xəmir də çox gözəl mayalandı. Xəmirin havasını alıram. Xəmiri unlayıb yayıram. Xəmiri bu böyüklükdə yaydıqdan sonra üzərinə öncədən hazırladığım yağ və şəkər tozunu çəkirəm. Üzərindən isə qovrulmuş almanı əlavə edirəm. Rulet şəklində bükürəm. Üç barmaq ölçüsündə xəmiri dilimlərə ayırıram. Xəmirin kənarını birləşdirib soba listinə düzürəm. Üzərini ördüb soba listində də mayalandırıram. Öncədən isitdiyim 180 dərəcəlik sobada 25-30 dəqiqə bişirirəm. Krem də soyduqdan sonra öncə qarışdırıram. Bulkada soyduqdan sonra üzərinə krem çəkirəm. Ətiri hər yanı bürüyən bol kremli, almalı, yumuşaq sinabon bulkaları alınır. Sinabonu heç bu kremlə hazırlamısınızmı? Rəylərdə fikirlərinizi gözləyirəm. Bu kremlə də çox dadlı alınır. Bəyəndinizsə hazırlayıb yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.